11-ci sinif 4-cü qrup sınağı. 31-ci sualdan başlayaq. Deməli, reaksiyanı əvvəlcə əmsallaşdıraq. Burada baxaq görək dəyişənlər hansılardır. Natrium 2SO3-də kükürt müsbət 4 oksidaşma dərəcəsi göstərir. Natrium 2SO4 və yaxud kalium 2SO4 hər hansı birində qeyd edə bilərik. Burada da müsbət 6 oksidaşma dərəcəsi göstərir. Bir də dəyişən elementimiz yoddur. Deməli, kalium yod O3-də yodun oksidaşma dərəcəsi müsbət 5-dir. Yod 2 isə bəsit haldadır, 0-dır yodun oksidaşma dərəcəsi. Deməli, burada kükürt müsbət 4-dən müsbət 6-ya keçir. Prosesləri kənarda qeyd edirəm. Kükürt müsbət 4-dən keçir müsbət 6-ya. Yazarıq ki, minus 2 elektron. 2 elektron verir. Bir də yodu qeyd eləyəndə sağ tərəfdə yodun indeksində 2 var. Biz o 2-ni nəzərə alacağıq. Yazırıq 2 yod müsbət 5-dən keçir 2 yod 0-a. Normalda 5-dən 0-a keçəndə üstəgəl 5 elektron yazardıq. 5 elektron qəbul edirdi. Amma 2 yod olduğuna görə 2-yə vuruq. 10 elektron qəbul edir. Üstəgəl 10 elektron. Və uyğun olaraq qarşısından qeyd edirik. 2, 10, ixtisar gedir. Qalır 1, 5. Yerini də dəyişirik. 5, 1. 5, 1. Deməli, 5-i yazırıq kürdün əmsalına. Deməli, indi bu hansı kürdün əmsalına yazacağıq? Əvvəlcə sol tərəfə yazırıq 5-i. Sol tərəfdə natrium sulfitin içindəki. Yəni, bura 5 yazırıq. Ora 5 yazandan sonra natrium olan, yəni natrium sayı dəyişdiyinə görə natrium sulfatın da əmsalına yazacaq bu 5-i. Çünki natrium solda 10-dur, sağda da 10 olsun deyə burada bir 5 yazırıq. Yodun əmsalına 1. 1-i yazırıq indeksində nəzərə aldığımız yodun əmsalına, yəni yod 2-yə. Yazılmırsa da, yəni mən qeyd eləyəcəm 1-i. Deməli, oraya yazdıq 1. Ümumilikdə sağ tərəfdə 2 yod olduğuna görə kalium yod O3-ə də bir dənə 2 yazırıq. Onda kalium sol tərəfdə 2-dir, elə sağda da 2-dir. Deməli, kükürtlər artıq sağ tərəfdə kalium sulfatın əmsalı deməli 1-dir. Mən bura 1 yazıram ki, çünki kalium solda 2-dir, sağda da 2-dir. Yəni, ora bir başqa bir əmsal yaza bilmərik. Yəni, artıq sağ tərəfdə kükürdə olan birləşmələrin hamısının əmsalı var. Yəni, sağ tərəfdə kükürtlərin hamısını saya bilərik. 5 kükürt natrium sulfatda, 1 kükürt kalium sulfatda cəmi 6 kükürdümüz var. Sol tərəfdə də cəmi 6 var hal-hazırda. 5-i natrium sulfitdə, biri də H2SO4-də. Deməli, H2SO4-ün əmsalı elə 1-dir. Yəni, ora başqa bir əmsal yazmaya ehtiyac yoxdur. Hidrogeni saysaq, solda 2 hidrogen var. 1 mol H2SO4-də. Onda suyumuzun da əmsalı 1 olacaq ki, çünki burada da 2 hidrogen var. Və düzəldi. İndi bizdən soruşduğu nədir? Oksidləşdiricinin əmsalı. Oksidləşdirici, yəni reduksiya olunan. Yəni, üstü azalan yod olacaq 5-dən 0-a gələn. Və əmsalı da sol tərəfdəki yodda, yəni kalium yod O3, onun əmsalını götürür. 2. Deməli, A-nın qiyməti olacaq 2. Reduks edici isə oksidləşən, üstü artan, yəni elektron verən. Bu da kükürtdür. Sol tərəfdəki kükürt. Yəni, natrium 2SO4-ün əmsalı olacaq 5. B də oldu 5. Deməli, bizdən də A-nın B-nin cəmini soruşur. 2 ilə də 5-in cəmi eləyəcək 7. B variantı. 32-ci sual. İyonlar üçün hansı müqayisələr doğru verilmişdir? Deməli, bizə veribdir iyonların sıra nömrəsi, nisbi atom kütləsin, bir də iyonun yükün. Biz burada həm neytronu tapaq, çünki neytron müqayisəsi də gedir, həm də elektronları təyin eləyək, elektronlar da müqayisə olunur. Deməli, kalium 19-39-da neçə neytron var? 39-dan 19-un çıxanda 20. Neytronu ortada qeyd edirəm 20. Kalsiumda 40-dan 20-in çıxanda 20. Kükürtə 32-dən 16-nın çıxanda 16 neytron var. İndi gələk elektronlara. Elektronlar sıra nömrəsi kaliumun 19-dur. Üstündə də müsbət yüklədir. Yəni, bir elektron verib 19-dan 1-in çıxanda elektron olacaq 18. Kalsiumda sıra nömrə 20-dir. 20-dən üstündə 2 müsbətdir. 2-ni çıxanda olacaq 18. Kükürt sıra nömrə 16-dır. Üstündə 2 mənfi elektron qəbul edib. İkisini alanda 16-ın üstündə 2 gəndə 18. Biz buradan görürük ki, elektronların sayı bərabərdir. Üçündə də 18 oldu. Demək ki, yanlışdır. Demək ki, 2-ni götürməyəcəyik. Sonra, birincidə proton sayına baxaq görək. Proton 19, 20, 16. Yəni, ən böyük olan 20-dədir. 2-də, yəni, kalsiumda. Ondan sonra gəlir kaliumda, yəni 1-də. Ondan sonra da kükürt. Yəni, 2 böyükdür. 1-dən, o da 3-dən. Bəli, birinci doğrudur. Proton düz müqayisə olunub. Neytron. Neytron isə görürük ki, kaliumla kalsiumda eynidir. Yəni, 1 ilə 2 bir-birinə bərabərdir. Kükürtə onlardan azdır. Yəni, 1 2-yə bərabərdir və böyükdür 3-dən.
Bəli, neutronun müqayisəsi doğrudur. Deməli, doğru cavab 1-3 C variantı. 33-cü sual. Hansı münasibətlər doğrudur? Deməli, N2 ilə O2-ni açıq şəkildə bir dənə qeyd edək. N2 belə açılır. Azot, 3 qat rabitə, azot. Burada gəlin sigma və pi rabitənin sayını müəyyən edək. Demək, 3 qat rabitənin biri sigmadan. Sigmanı A ilə işarə ediblər. Deməli, A olacaq 1. A bərabərdir 1-ə. İkisi isə pi rabitədir. Pi-ni də C ilə işarə ediblər. C də olacaq 2. İndi gələk oksigenə. Oksigen də O, 2 qat rabitə O. Bu şəkildə açılır. 2 qat rabitənin biri sigmadır, biri pi-dir. Demək, oksigen qarşısında sigmaya B yazıb, B-miz 1, pi-yə də D yazıb, D-miz də 1. İndi artıq görək hansı münasibətlər doğrudur. A bərabərdir B-yə. Bəli, bu doğrudur. Çünki A da 1-dir, B də 1-dir. Birinci doğru olacaq. C D-dən kiçikdir. Bu yanlışdır. Çünki C D-dən böyükdür, görürük ki. Bu yanlışdır. Üçüncü B bərabərdir D-yə. Bəli, B də 1-dir, D də 1-dir. Və bir-birinə bərabərdir. Demək, 3 də doğrudur. 4-də A böyükdür C-dən. A 1-dir, C 2-dir. Xeyr, C A-dan böyükdür. Deməli, 4 yanlışdır. Doğru cavab 1, 3. C variantı. 34-cü sual. Deməli, 2 reaksiya verib bizə. Magneziumun hidrogenlə reaksiyası, bir də kalsium hidrogenlə reaksiyası. Və deyir, birinci reaksiya 75% çıxımla, ikinci reaksiya 60% çıxımla başa çatdıqda məhsulların mol sayı bərabər olur. Reaksiya üçün götürülmüş magnezium kütləsi 96 qram olarsa, qarşılıqda kalsium mol sayını müəyyən edin. Deməli, əvvəlcə magnezium olan reaksiyadan başlayacaq. Reaksiyanı bir dənə yazaq. Alınır magnezium H2. Deməli, reaksiya üçün götürülmüş magnezium kütləsi 96-dır. Yazırıq magneziumun üzərinə 96 qram. Özünün də emeri 24. Və biz buradan bizə deyir ki, məhsulların mol sayı bərabər olur. Belə bir cümlə işlər ki, məhsulların mol sayı bərabər olur. İndi çıxımla biri 75%-lə, biri 60%-lə alınır. Yeşkində məhsulların mol sayı bərabər olur. İndi əvvəlcə məhsul deyəndə burada hal-hazırda söhbət indi magnezium hidriddən gedir də, digərində də kalsium hidriddən gedir. Əvvəlcə magnezium hidridin molunu tapaq. X qoyaq, özü də 1 mol. Və buradan X-i neçə taparıq? X bərabər olacaq 4-ə. Deməli, 4 mol magnezium hidrid əmələ gəlir. Amma normalda, yəni bu qədər əmələ gəlməlidir. Bu çıxım məsələsidir. Birinci reaksiya deyir, 75% çıxımla əmələ alınıbdır, yəni. Deməli, normalda 4 mol alınmalıdır. Yəni, 4 mol neçə faizdir? Öz tapdığımızda neçə faiz qoyuruq? 100%. Onda belə bir tənasüb qurarıq ki, 100%-ə 4 moldur. Axı, bu 75% çıxımla alınıb. 75-ə neçədir? X. Yəni, belə deyək də, bir sözdən 4-ün 75%-ni tapırıq. Yəni, bu qədər çıxımla alınıb. Buradan X nəyə bərabər olacaq? X də bərabər olacaq. 25-i xısar getsə 4, 3. 4-lər gedir, cavab olacaq 3. Deməli, nə qədər magnezium hidrid əmələ gəlib? 3 mol. 3 mol magnezium H2 əmələ gəlibdir bu reaksiyadan. Əslində 4 alınmalı idi, amma 75% çıxma. Nə qədər alınıb? 3 mol alınıb. Və bizə axı deyir ki, məhsulların mol sayı bərabərdir. Demək, ikinci reaksiyada da bu qədər, yəni 3 mol kalsium hidrid əmələ gəlib. Amma 60% çıxımla bu qədərdir. Biz gətirib reaksiyada sırazı kalsium hidridin üzərinə 3-ü qoymayacaq. Axı biz hər hansı bir çıxımdan alınmışı tənlikdə üzərinə yazmırıq. 100%-ə çevirib sonra yazırıq. Deməli, bu 3 mol magnezium hidrid alınıbdırsa, 65% çıxımla da, daha doğrusu 60% yazıbdır. 60% çıxımla da 3 mol kalsium hidrid alınıb. Belə bir tənasüb quram ki, 60% çıxımla 3 mol kalsium hidrid alınıb. Bəs normalda 100% ilə nə qədər alınmalıymış? X. X də bərabər olacaq. Deməli, bunların elə sıfırlarını açsaq, 30 bölünsün 6. Bu da eləyəcək 5. Normalda 5 mol kalsium H2 alınmalı imiş. 100%-dən bu qədər alınmalıymış. İndi kalsium H2-nin alınma reaksiyasını yazırıq. Kalsium plus H2 alınır. Kalsium H2. Artıq 100%-ə çevirdiyimizə görə bu 5-i biz kalsium hidridin üzərinə yaza bilərik. Amma bayaq 3-ü yaza bilməzik. Yəni, biri 75%-dən 3 alınıb, biri 60%-dən 3 alınıb.
Amma biz 60%-dən qayıtdıq 100%-ə. Ki 100-dən nə qədər almalıdır? Gördük ki 5 mol. 5-i yazdıq kalsium hidridin üzərinə, özü də 1 moldur və qarşılıqda kalsium mol sayını. Kalsium molunu soruşur. Bir Y yazaq üzərinə, özü də 1 mol. Buradan da elə Y nəyə bərabər olacaq? Elə 5-ə. Deməli 5 mol kalsium reaksiyaya daxil olar. Yəni qarşılıqda kalsium mol sayı 5 mollar. Cavabımız olacaq A variantı. 35-ci sual. Hansı maddənin molekulunda elektron buludlarının sp3 burada tam düşməyib, sp3s. Yəni belə qeyd olmalıdır. sp3s örtülməsindən əmələ gələn kimyəvi rabitə yoxdur. Hansında yoxdur sp3s? Deməli, birinci A variantında biz bilirik ki, H2O-da oksigen və hidrogen rabitə ilə açıb göstərsək, oksigen burada sp3 hibridləşməyə malikdir. Hidrogenlər də S-dir. sp3s örtülməsi əmələ gələn rabitə varmı burada? Var. Deməli, A variantında var. A-nı silək. B variantı CH3CH3. Buradakı karbonlar ikisi də sp3 hibridləşməyə malikdir. Yəni CH3 kənarda yazsaq, açsaq tam C 3 dənə H, digərində də 3 dənə H. Bu karbon sp3-dür. Eynilə də bu karbon. Hidrogenlərdə S-dir. Və özdə neçə dənə sp3s örtülməsi əmələ gələn rabitə var? 6 dənə. Hidrogen sayı qədər. Yəni B-də də var. C variantı. Artıq H-ları açıb göstərmirəm. Burada sp3 olan karbonumuz CH3 olan karbondur. Bu karbon sp3-dür. Üzərinə yazıram. Ona birləşən 3 dənə H S-dir. Yəni sp3s örtülməsi 3 dənə sp3s örtülməsi əmələ gələn rabitə var. Amma digəri C3 qat rabitə CH, o karbonlar sp-dir. sp. Yəni onları qatmırıq. Yəni sp3s 3 dənə. Yəni varmı? Bəli, var. Biz olmayan axtarırıq. D variantında metan, buradakı karbon, yəni sp3-dür. Hidrogendə S-dir. Yenə var. sp3s örtülməsi əmələ gələn rabitə. Özü neçə dənədir? 4 dənə. Amma Y variantında Y-dən C xlor 4-də C-yə 4 dənə xlor birləşib. Xlorlar da P orbitallardır. P. Karbon nədir? Burada sp3. Burada sp3 P örtülməsi var. S yox. Yəni P. Ona görə olmayan, yəni yoxdur Y variantı. 36-cı suala baxaq. Deməli, qaz halında olan maddə CnH2n-dir. CnH2n. Nisbi sıxlığı 2,5-dir. Sıxlıq ρ bərabərdir 2,5-ə. Gəlin bu maddənin iç molekul kütləsini hesablayaq. Bu da bunun kütləsidir. İndi n bərabər nəyə? Karbon 12-dir. Vururuq n-ə 12n. Hidrogen 1-i 2n-ə vuranda 2n. Cəmi 14n. 14n. İndi maddə molekulunda atomların ümumi sayı x-dir. Deməli, maddə molekulunda atomların ümumi sayını bizdən soruşur. Belə bir deməli, sıxlıq var əlimizdə, qaz halındadır. Kütlə də 14-dir. Biz də bilirik ki, həm də qaz halındadsa bunun həcmini də bilirik də. Həcmində V nəyə bərabərdir? 22,4-ə. Gəlin indi yerinə qoyaq bir dənə. Yəni M bərabərdir ρV düsturuna görə M bərabərdir ρV. Olacaq 14M bərabərdir. Yerinə qoyuruq. Rho neçədir? 2,5. V neçədir? 22,4. Yəni 14M bərabərdir. 2,5-i 22,4-ə vuranda eləyir 56. N-də bərabər olacaq. 56-nı 14-ə böləndə 4. Deməli, elimiz oldu 4. Onda bu maddənin formulu C4H8 olar. C-nin H2-ni daxı. Olur C4H8. Belə, maddənin molekulunda atomların ümumi sayını soruşur. Burada da 4 karbon, 8 hidrogen. Cəmi 12 atom var. Deməli, cavab olacaq A variantı. 37-ci sual. Maddələr XY, XYZ-dir. Maddələrin uçuculuq qabiliyyəti. Deməli, X-ə minus qoyub, yəni uçuculuq qabiliyyəti yoxdur. O deməkdir ki, X bərk aqreqat halındadır. Y-lə Z-nin uçuculuq qabiliyyəti varsa, bunlar qaz aqreqat halındadır. Və maddələrdə hidrogen oksidaşma dərəcəsi. Deməli, X-in-ikində hidrogen oksidaşma dərəcəsi mənfidir. Y-də də mənfidir hətta. Amma Z-də müsbətdir. Deməli, X həm uçucu olmasın, orada hidrogen də mənfi olsun. Deməli, X bərk olsun. Bərk olanlara bir dənə baxsaq. Bərk olanlara. A variantını silərik.
NH3 qazdır, silisium H4 qazdır, D-də NH3 qazdır, kalsium hidrit. Yəni C ilə Y ola bilər. Çünki kalsium hidrit bərk aqreqat halındadır və uçucu deyil. Hidrogen də burada -1-dir. Bu doğrudur. Ortada Y uçucu olsun, amma yenə hidrogen mənfi oksidaşma dərəcəsi göstərsin. Bu olacaq silisium H4. Çünki bilirik ki, hidrogen silisiumla borla mənfi göstərir. Bu iki qeyri-metalla hidrogen -1 göstərir. Amma silisium H4 silan qazıdır, qaz halındadır. Uçuculuğu var. Deməli, silisium H4 olacaq Y-ə. Z yenə uçuculuğu olsun, qaz halında olsun deyə NH3 uyğun gəlir. Və hidrogen də orada müsbət bir oksidaşma dərəcəsi göstərir. Deməli, cavabımız olacaq elə C variantı. 38-ci sual. X, Y və Z əsas yarımqrup elementlərinin dövrü sistem cədvəlində yerləşmə mövqeyi verilmişdir. Elementlərin atom radiusunun və valent elektronların müqayisəsi hansı halda doğru verilmişdir? Birinci, atom radiusu. Atom radiusu bilirik ki, yuxarıdan aşağı, bir də sağdan sola artır. Bu istiqamətlərdə artır. Deməli, sağdan sola, yuxarıdan aşağı. Yəni, Y-dən X-ə, X-dən Z-ə bu istiqamətdə artacaq. Yəni, Z-inki ən böyük olar. İndi işarə sağa tərəf, yəni böyümə gedir deyə artma sağa doğru gedir. Z böyükdür X-dən, o da böyükdür Y-dən. Belə bir, yəni, ifadə götürərik. Y, X, Z. Deməli, A ya da D ola bilər. Belə. Sonra isə keçək valent elektronlara. Valent elektronu deyəndə elə qrupun nömrəsi. Deməli, alt-alta eyni qrup daxilində olanların valent elektronları bərabər olur. X-lə Z eyni qrupdadırlar. Bunların valent elektronları bərabər. Tutalım 5-dirsə, 5-ci qrupsa. X-inki də 5-dir valent elektronu, Z-inki də 5-dir. Amma Y neçə olar? Bu 5-dirsə, bu da 6 olacaq. Yəni, Y-inki isə onlardan böyük olacaq. Deməli, Y böyükdür, amma X-dən Z bir-birinə bərabərdir. Y böyükdür, X, Z bir-birinə bərabərdir. Cavabımız olacaq D variantı. X, Z bərabərdir, Y də onlardan böyükdür. Deməli, D variantı uyğun gəlir. Otuz 9-cu sual. Deməli, burada deyir ki, N2 plus 3H2 alınır 2NH3. Ammoniakın əməl gəlmə reaksiyasıdır və N2 və H2-dən ibarət 5 mol qarışıqda, deməli, azot və hidrogendən ibarət ümumilikdə 5 mol qarışıq var. Bir maddələrdən biri tam reaksiyaya girir və orta molyar kütləsi 12 qram bölünsün mol olan 3 mol qarışıq əmələ gəlir. İndi artıq qalan qazı və onun mol sayını müəyyən edin. Deməli, burada ümumilikdə 5 mol qarışıqdır və maddələrdən biri tam reaksiyaya girir, deməli, birindən də artıq qalır. Axırda da orta molyar kütləsi 12 qram bölünsün mol olan 3 mol qarışıq əmələ gəlir. Deməli, sonda əmələ gələn qarışığın içində mütləq biri ammoniakdır, indi yaranıbdır, indi əmələ gəlibdir də. Bir də başlanğıc maddələrdən hansından artıq qalıbdırsa, bir də həmin maddədir. Tutalım, azot qalıbsa, sonunda qabın içində azot var, bir də ammoniak var. Hidrogen artıq qalıbsa, hidrogenlə ammoniak var. Və bunların da arasında M-orta hesablayanda cavab 12 çıxmalıdır. Birinci biz nədən başlayacaq? Burada məntiqlə düşünürük. Burada biz bilirik ki, ümumiyyətlə, orta molyar kütləsini hesablayanda 2 dənə qaz götürüb, onların M-ortasını hesablayanda həmişə M-ortadan aldığımız cavab götürdüyümüz qazların molyar kütlələrinin arasında qiymət alır. Məsəl üçün, belə deyək, hidrogenlə oksigen arasında. Bunların M-ortasını hesablasaq. Hidrogen molyar kütləsi 2-dir, oksigen də 32-dir. Bizim alacağımız M-ortanın qiyməti böyük olur 2-dən, kiçik olur 32-dən. Mütləq bu arada bir qiymət alır. Yəni, bu həmişə doğru olan bir şeydir. İndi biz ona əsaslanaraq bizə verib ki, indi biz bilirik ki, bizim sonda qarşımızda iştirak edən maddənin biri NH3-dür. Bu nağdıdır. Və bunun da molyar kütləsi 17-dir. Digər maddəmizdə indi X-dir. Bilmirik. Ya hidrogen, ya azot. Bunlardan biridir. Orta molyarda 12-dir. 12, bu hansı qazdırsa onunla ammoniakın arasında, onun kütləsi ilə 17-nin arasında olmalıdır. İndi sizcə bu hansı qaz olar? Yəni, bu 12, onsuz da 17-dən kiçikdir. Bəs nədən böyükdür? Ortaya düşməlidir də. 17-dən böyük olsaydı, deyərdik ki, indi bir dənə də bundan böyük olsun. Yəni, ortaya düşmək üçün. İndi bu 17-dən kiçikdir.
Onda digər qazımız isə hidrogen olacaq. Çünki hidrogen olsa, hidrogenin kütləsi neçədir? 2-dir. Həqiqətən 12, 2 ilə 17-nin arasına düşürmü? Yəni, burada elə münasibət qursaq, 12 2-dən böyükdür, 17-dən kiçikdir. Amma olsaydı N2 28-dir. Bu zaman 28 də 12-dən böyük olur, 17 də 12-dən böyük olur. Axı 28 ilə 17 olan qazdan biz M ortası 12 olan, yəni orta molekülər kütlə hesablaya bilmərik axı. 13 çıxarda bilmərik. Ona görə bu artıq qalan qaz hansı qaz olub ki, bunların M ortası 12 olub? Deməli, hidrogen. Biz bunu artıq müəyyən eləmiş olduq ki, bizim artıq qalan qazımız hidrogendir. Bu belə. Onda azot neyniyib? Azotda tam sərf olunubdur. İndi 5 mol qarışıqda maddələrdən bir tam reaksiya girir. Axırda da 3 mol qarışıq əmələ gəlir. Burada həm də nədən istifadə edəcəyik? 5-dən gəlib 3-ə. 5-dən 3-ün çıxırıq. 2 mol azalıb. Ammoniak məsələlərində mən deyirdim, yəni bunu izahlı şəkildə deyirdik ki, deməli, azotla hidrogeni ümumilikdə bu reaksiyanı bir dənə də yada salaq. Bu reaksiyada 2NH3 deyirdik, reaksiya daxil olan azotla hidrogen, yəni 1 mol azot, 3 mol hidrogen cəmi 4 moldur. Əmələ gələn ammoniakda 2 moldur. 4-dən 2-ni çıxanda 2 mol azalır. 2 mol azalma var. 2 mol azalma olan zaman 2 mol da ammoniak əmələ gəlir. Və buradan da belə qərara gəlirdik ki, həcmin azalması nə qədərsə, əmələ gələn ammoniakın miqdarı da o qədərdir. Yəni, indi biz burada görürük ki, 2 mol azalıb. Bu o deməkdir ki, elə 2 mol ammoniak əmələ gəlib. 2 mol, elə burada yazıram, NH3 əmələ gəlib. Deməli, qarşımızda yəni 2 mol ammoniak var. Bunu bildik. İndi reaksiyanın üzərində ammoniakın qiymətini yazaq. İndi nə istəyiriksə tapa bilərik də. Deməli, reaksiyanı təkrar yazırıq. Deməli, ammoniakı tapdıq ki, 2 moldur. Elə özü də 2 moldur. Və tam sərf olunan dedik ki, azotdur. Ona görə azota bir x qoyaq. Tapaq, özü də 1. X neçə çıxacaq? X də olacaq 1. Deməli, 1 mol azotumuz var. İndi hidrogenə də bir y qoyaq. Görək, bu nə qədər girib? Özü 3-dürsə, y də bərabər olacaq elə 3-ə. İndi, deməli, bizim cəmi 5 mol qazımız vardır. 5 molun 1 molu azotdur. Girib reaksiya, tam girib. Qaldı 4-ü. 4-ün də 3-ü, yəni 4-də qalan 4-də hidrogenindir. Yəni 5-dən, belə deyək də, 1 mol tam azot giribdir. 5-dən 1-in çıxanda 4 mol da hidrogendir, H2. İndi hidrogenin 3-ü girib. 3H2 girib. Onda 4-dən də 3-ün çıxanda 1H2 qalır. Deməli, reaksiyadan sonra artıq qalan qaz və onun mol sayını soruşur bizdən. Cavabımız olacaq hidrogendir artıq qalan qaz və miqdarı da 1 moldur. B variantı. Deməli, ammoniakı tapandan sonra ammoniaka əsasən nə qədər azot girib, nə qədər hidrogen girib, onu tapıraq. Azot girib 1 mol, elə əvvəldən dedik ki, onsuz da azot tam sərf olunub. Deməli, elə 1 mol azot varmış cəmi. 5 mol qarışıqdan birini çıxdıq, yerdə qalan 4-ün 4-ü də hidrogenə aiddir. Amma hidrogenin də gördük ki, 3-ü girib. 4-ün 3-ü giribsə, bəs neçəsi artıq qalıb? 1 mol da hidrogen artıq qalıb. Keçək 40-cı suala. Flyor və bromun əmələ gətirdiyi bəst maddələr üçün hansı ifadələr doğrudur? Flyor və brom hər ikisi qeyri-metaldır, bəli, bir doğrudur. Molekulu 2 atomludur. Flyor 2, brom 2, bəli, halogenlər 2 atomludular. 2 də doğrudur. Adi şəraitdə qaz halındadır, bu yanlışdır. Flyor qazdır, amma brom mayedir. Doğru cavab 1-2, D variantı. 41-ci sual. Reaksiyada verilmiş mərhələlərinə əsasən indi tənlik verib. Deyir, bu reaksiyanın istilik effektini müəyyən edin. İndi bu Hess qanunudur. Deməli, 2 dənə bu tənlikdən biz bu tənliyi almalıyıq. Yəni, tərəf-tərəfə toplayacaq. Lazımdırsa çeviririk reaksiyanı, lazımsa hər tərəfini nəyisə vururuq və yaxud lazımsa bölürük. Axırda yekunda bu tənliyin istilik effektini almalıyıq. İndi biz bu tək olan tənliyə, sağdakı tənliyə baxırıq və bu tənliyi qurmaq üçün, yəni almaq üçün sol tərəfdəki tənliklərin üzərində işləyəcəyik. Deməli, baxırıq ki, burada 2x, 2x-dir. Və orada 2x üstdəki reaksiyadadır. Həm də yerinə baxmalıyıq, sağdadır, soldadır. Hal-hazırda aşağıdakı reaksiyada 2x soldadır. Üstdəki reaksiyada da x-imiz soldadır. Yəni, biz çevirməyəcəyik. Sadəcə nə edəcəyik? 2-yə vuracaq o reaksiyanı. Çünki orada da 2x olsun. Çünki bu tənliyi almalıyıq biz. Onda mən üstdəki birinci x üstəgəl y qanunlar x-y bu tənliyin hər tərəfini 2-yə vuracam. Olacaq 2x, üstəgəl 2y,
alınır 2xy və üstəgəl 2q1. Üstəgəl 2q1. Belə. İndi gələk altdakı tənliyə. Altdakı tənliklə bu sağdakı tənliyin maddələrinə fikir versək, Z maddəsi. Orada da 2Z var, burada da 2Z var sağ tərəfdə. Orada sağda da, burada da. Onda olduğu kimi yazırıq o tənliyi. Heç bir şey eləmirik, olduğu kimi yazırıq. Deməli yazırıq 2xy üstəgəl y alınır 2z üstəgəl q2. İndi bu tənlikləri tərəf-tərəfə toplayırıq. Sağ və sol tərəfdə olanlar eyni olanlar çarpaz. İxtisar gedəcək. 2xy sağda, 2xy solda. İxtisar getdi. Alt-alta eyni olanlar toplanır. Məsələn, 2y ilə y toplanacaq. Deməli, aşağıya düşənlər nə olacaq? 2x düşür. 2y ilə y toplanır olur 3y. Sağ tərəfdə də qalıb 2z. 2z və üstəgəl bu 2q1 ilə q2-nin cəmi. Üstəgəl bunu elə qırmızı ilə yazaq, seçilsin. 2q1 üstəgəl q2. Və bu eyni ilə bu tənliyi aldıq. Nəysə ixtisar aparmağa da ehtiyac yoxdur da. Çünki eyni bu tənlik bizdə aldığımız tənlikdir. Deməli, onun istil effekti bizim aldığımız ifadədir. Yəni 2q1 üstəgəl q2-dir. q1 üstəgəl 2q2-də deyə bilərik, yəni. Yox, da 2q1 üstəgəl q2, yəni q2 üstəgəl 2q1 deyərik. Yəni, elə onsuz da aldığımız ifadə A variantında var. Eyni də yəni A variantıdır. Mən B ilə qarışdırdım. Demək 2q1 üstəgəl q2. Reaksiyanın istil effekti budur. 42-ci suala baxaq. Deməli, burada qarışığın tərkibinin yeri CO2, bir də SO2. Qarışıqda maddələrin ümumi mol sayı 0,5, qarışığın kütləsi 28. Deməli, maddələrimizin biri CO2, biri SO2. Qarışıqda maddələrin ümumi mol sayı 0,5. Gəlin belə eləyək. Ümumi mol sayını götürək 0,5. Onda biri olacaq, birini götürək x, birində 0,5 çıxılsın x. Mol sayı olaraq, yəni bu cür təyin eləyək. Ayıraq da, yəni 0,5-i bu maddələr arasında bölüşdürək, belə deyək. İndi qarışığın kütləsində verib 28. Yəni hər birinin öz molun uyğun olaraq öz emirlərinə vurub toplasaq 28-ə bərabər olmalıdır. Yəni CO2-nin emiri 44-dür. Vuranda x olacaq 44x. Üstəgəl SO2-nin emiri 64-dür. 64-ü vuraq onun qarşısında olan mol sayına. Yəni 0,5 çıxılsın x-ə. Əvvəz 64 0,5-ə vurulanda olacaq 32. Çıxılsın 64x-ə vurulanda elə 64x bərabərdir 28-ə. Sadələşdirək. 44x mənfi 64x. Bu eləyəcək 20 mənfi 20x. Keçəndə digər tərəfə müsbət 20x bərabərdir 28 digər tərəfə keçəndə 32-də 28-i çıxanda qalacaq 4. Onda x də bərabər olacaq 4-ü bölürük 20-yə. Bu da eləyəcək 0,2. X-imiz oldu 0,2. Bu olacaq CO2-nin mol miqdarı. Qarşısına yazıram 0,2. Digər isə 0,5 çıxılsın x-dir. Yəni 0,5-dən 0,2-ni çıxacaq. Bu da 0,3 olacaq. Qarşılıqda CO2-nin kütləsini müəyyən edin. CO2-ni neçə mol tapdıq? 0,2 mol. İndi sol tərəfdə burada aşağıda qeyd edirəm. Deməli 0,2 mol CO2, yəni 0,2-ni vururuq CO2-nin emerinə, yəni 44-ə. Bu da eləyəcək 8,8 qram. Yəni C variantı. Üçüncü sual. Deməli, 2CO plus O2 alınır 2CO2 reaksiyasında CO-nun qatılığını 3 dəfə artırıb, oksigen qatılığını sabit saxladıqda reaksiyanın sürəti necə dəyişər? Deməli, oksigen sabit saxlanıb, oksigen işimiz yoxdur, amma CO-nun qatılığını 3 dəfə artırıb deyil. Kinetik tənliyi qursaq, deməli, V bərabərdə K vurulsun, CO-nun kvadratı vurulsun, oksigenin elə özünün qatılığı. Bu şəkildə bir kinetik tənlik qurarıq. Yəni, CO-nun qatılığı 3 dəfə artırına görür ki, 3-ün kvadratı qədər artacaq. CO-nun çünki üzərində 2 var, kvadratıdır yəni. Amma oksigeni artırsaydıq, özü qədər artardı. Yəni, oksigen də sabit saxlanıbdır. Deməli, 3 dəfə artıranda 3-ün kvadratı qədər artar, yəni 9 dəfə artar. Cavabımız olacaq Y variantı. 44-cü sual. X2 O3. X2 O3 üzərinə gəlir hidrogen, alınır X plusu. Reaksiyanı əmsallaşdırın. Bu da reaksiyanı kənarda yazaq. X2 O3 üzərinə gəlir H2. Buradan alınır X plus H2O. Əmsallaşdırsaq
3. Deməli, suyun əmsalına bir 3 yazaq, oksijeni düzəldək. X-in əmsalına 2 yazaq, X də düzəldi. Hidrogen 6-dır, 3 yazanda düzəlir. İndi bizə deyir ki, 7,6 qram X2O3 reaksiya daxil olduqda. Demək, X2O3-ün üzərinə yazırıq 7,6. Özünün də altdan emiri 2x üstə gəl. 16-ı 3-ə vuranda 48. Sonra deyir 2,7 qram su alınarsa. Suyun üzərinə yazırıq 2,7. Altından da özünün emiri 18-dir. Vururuq 3-ə, eləyəcək 54. Buradan artıq tənasübə əsasən 2x üstə gəl 48-i əvvəlcə tapıb, sonra da x-i tapacaq. Bizdən də x-i soruşur. 2x üstə gəl 48 bərabər olacaq. Deməli, buradan görürük ki, 2,7-ni 20-yə vuranda 54 edir. 7,6 da 20-yə vurulacaq. Yəni 76 2-yə vurulanda 152. 152. Buradan 2x bərabər olacaq. 152-dən 48-ini çıxanda 104. X də bərabərdir 52-yə. 52, yəni xrom. B variantı. 45-ci suala baxaq. 3s üstü 2, 3p üstü 4 elektron formuluna malik olan X atomunun əmələ gətirdiyi birləşmələr. H2X, XO2. İndi deyir, oksidaşma reduksiya reaksiyalarında birləşmələrin X elementinə görə göstərdiyi xassə. Reduksiya edicidirmi, oksidaşdırıcıdırmı? Biz onu təyin eləməliyik. Deməli, H2X-də X-in oksidaşma dərəcəsini tapsaq, hidrogen müsbət 1 olanda X olacaq mənfi 2. X-in oksidaşma dərəcəsi mənfi 2-dir. XO2-də isə oksigen mənfi 2 olanda X də olacaq müsbət 4. Və bu formula malikdirsə, bu 3s üstü 2, 3p üstü 4. Axı tam həyəcanlanıb. Bu kürdün elektron formuludur da. Yəni biz indi bunu tanıyırıq. Yəni belə tanımasaq da tam həyəcanlanmış hal olacaq. 3s üstü 1, 3p üstü 3, 3d üstü 2. Yəni görürük ki, tam maksimum 6 tək elektron var. Yəni müsbət 6 belə göstərə bilər. Amma 6-cı qrup olduğuna görə, ümumiyyətlə qrup 6-dır. 6-dan 8-in çıxanda minimum mənfi 2 göstərir. Yəni mənfi 2 bunun minimumudur, minimum. Müsbət 6 maksimumudur. İndi burada müsbət 4 bunun aralıq oksidaşma dərəcəsi olacaq. Biz də bilirik ki, element minimum oksidaşma dərəcəsi göstərəndə yalnız reduksiya edici olur. Yəni bu olacaq yalnız reduksiya edici. Aralıq olan maksimumda da, maksimumu deyək, maksimum oksidaşma dərəcəsi göstərəndə yalnız oksidaşdırıcı olur. Aralıq olanda həm oksidaşdırıcı, həm reduksiya edici. Yəni XO2-də, yəni müsbət 4 olduğuna görə həm oksidaşdırıcı, həm də reduksiya edici olar. İndi birinci X üçün qarşısında hansı doğrudur? Dedi, yalnız reduksiya edici, yəni 1-i doğru götürəcəyik. Burada 1-i götürəcəyik, demək 1 doğrudur. Digərində isə həm 3, həm 4, ikisi də. Çünki X müsbət 4 göstərirsə X-imiz, onun aralıq oksidaşma dərəcəsidir. Həm oksidaşdırıcı olur, həm reduksiya edici. Yəni 3-ü də doğru götürürük, 4-ü də. Amma 2-ni götürə bilmərik. Mənfi 2 olduğu halda oksidaşdırıcı ola bilməz. Yəni o minimum oksidaşma dərəcəsidir. Və doğru cavab 1, 3, 1, 3, 4. C variantı. 46-cı sual. İyonluğu müəyyən edin. Təzyiqi artırdıqda tarazı sağa yönəlir. Baxaq görək. Təzyiq deyəndə, deməli A variantında toplasaq, sol tərəfdə 3 mol maddə var, sağ tərəfdə 2. Təzyiqi artıranda həcmin az olduğu istiqamətə yönəlir. Yəni sağa yönəlir. Elə A variantı birinci yoğundur. Biri A-nı götürürük. Temperaturla da bağlı bir dənə baxsaq bu reaksiyadır. Temperaturu artırdıqda tarazı sola yönəlir. Temperaturu artıranda tarazı mənfi 2 tərəfə yönəlir. Artıranda mənfi 2. Deməli A variantında ilə sağ tərəfdə müsbət 2 isə bunun sol tərəfi mənfi 2-dür. Elə yəni A həm də ikinciyə uyğun gəlir. İkinciyə də A-nı götürürəm. Sonra keçək növbəti B variantındakı reaksiya. B-də sol tərəfdə 1 mol azot, 1 mol oksigen, cəmi 2 mol maddə var. Sağda da 2-dir. Bu zaman təzyiq tarazlığa təsir eləmir. Sol və sağda həcm eyni olanda təzyiq tarazlığa təsir eləmir. Baxaq görək, temperatur artırdıqda tarazı sola yönəlir. Temperatur artıranda mənfi 2 tərəf yönəlir. Mənfi 2 hal-hazırda bu reaksiyada sağdadır. Sağa yönələr. Deməli, heç B variantı aid olmayacaq heç birinə. Keçək C variantına. C variantında karbon bərkdir, bərk maddə nəzərə alınmır. Sol tərəfdə bir həcm maddə var, sağ tərəfdə 2 həcm. Təzyiqi artıranda həcmin az olduğu istiqamət sola yönələr. Burada isə demək artıranda sola yönələr.
Bu isə sağa yönələr deyir axı. Bu reaksiyada sola yönələcək, amma ifadədə sağa yönəlir. Deməli C variantı təzyiqə birinci uyğun deyil. Keçək temperaturla baxaq. Temperaturu artırdıqda bilirik ki, mənfi Q tərəfə gedir və sola doğru deyir. Həqiqətən bu reaksiyanın sağında müsbətlisə, solu mənfidir bu da. Deməli sola yönələr ifadəsi bəlli. Doğrudur. C ikinciyə uyğun gələcək. Birinciyə tək A, ikinciyə AC. A, AC. Cavab olacaq B variantı. Qırx 7-ci sualda deyir, oksigen atomlarının sayı x2, 8. Yəni bu demək ki, oksigenlərin sayılarını bərabərləşdirməliyik. Hal-hazırda 2, 3, bu da 1. Yəni yazılmayıb da. Bu qədər oksigen var. Bərabər. Yəni 2, 3, 1. Yəni bunları əkub tapaq. Yəni hamısını eyni bir ədədə gətirək. Eləyək 6. Hamısını 6 eləyək. Yəni x olsun 6. 6 eləmək üçün SO2-də 2 oksigen var. Bundan 3 mol götürsək, 3 dəfə 2-nin 6 oksigen olar. N2O3-dən 2 mol götürsək, 2 dəfə 3-ün 6 oksigen olar. H2O-dan elə 6 mol götürək ki, gərək 6 dəfə 1-in 6 oksigen olsun. Və götürdüyümüz elə mol miqdarları uyğun olaraq A-nın, B-nin və C-nin qiymətləridir. Yəni 3, 2, 6. Bunları müqayisə eləməliyik. Bunları müqayisə eləyəndə C böyükdür A-dan, o da B-dən. C böyükdür A-dan, o da B-dən. Y variantı. Yəni B kiçikdir, ona böyükdür A, biraz da böyükdür C. Deməli, cavab olacaq Y variantı. 48-ci sual. Hansı maddə molekulunda daha çox atom var? Deməli, daha çox atom əlbəttə ki, kristalik cürdə olacaq, çünki bu S8-dir. Amma su H2O-da 3 atom, A fosforda 4-dür, ozonda 3-dür, heliumda 1-dir. Amma kristalik cürddə 8 atom. X-in nüvəsində neytron və protonların sayı bərabər olarsa, onun dövr sistemində mövqeyini müəyyən edin. Deməli, elementlərin kütlə paylarını verib ki, mis 4A olanda X-A-da. Baxaq. Deməli, belə bir tənasüb qurarıq. Əvvəlcə deməli, mis 2 X-də, misi görür ki, 64 qramda. Və kütlə payları da misinki X-inkindən 4 dəfə çoxdur. Yəni, mis 4A-dır, X-A-dır. Amma cəmi neçə olmalıdır? Cəmi 100% olmalıdır. Yəni, 4A ilə A-nı toplayanda 100-ü verməlidir. 100% olmalıdır da, yəni bu. Onda yəni 5A bərabərdir 100-ə, A da bərabərdir 20-yə. Onda 4A olacaq, yerinə qoyanda 4-ü 20-yə vuranda 80, tək A özü də 20. Həqiqətən 80, 20 cəmi edir 100. İndi axı mis 2x-də 64 qram mis var. Faizlə də neçə faiz mis var? 80%. X-in faizi nə qədərdir? 20%. Onda belə bir tənasüb qurarıq ki, 80%-ə misin faizidir bu. 80%-ə misin kütləsi, yəni 64 qram uyğundur. Hərəsinin öz faizi, öz kütləsini qoyacaq tənasübdə. 80% 64 qram uyğundursa, 20%-ə neçə qram uyğundur? Elə X. X elə X-in kütləsi də X-i də altına qeyd edirik. İndi X neçə olar? 2X yazarıq. Amma tək X-dir. Buradan X bərabər olacaq. 4 dəfə azalıb olacaq 16. Deməli, X-in kütləsi 16-dır. Deməli, 4 dəfə azalanda 16 çıxır da. Deməli, bizdən soruşduğu nədir? Deyir, X-in nüvəsində neytron və protonların sayı bərabər olarsa, onun dövr sistemində mövqeyini müəyyən edin. İndi gəlin, baxaq görək. Deməli, bir dənə baxım görüm, kütləsi 16, yəni bu oksigen nə oldu? Bir dənə baxaq, 64. Mis 64 deyil, 128-dir. Mən burada səhvə yol verdim. Misin kütləsi 64 yox, 2-yə vuranda 128. 2 mis var axı. Yəni 2-yə vurmamışam. Görürəm ki, bu uyğunsuzluq yaranır. Deməli 80%-ə, çünki bu mis 2S kimi nəzərimdə sağa tutmuşam. Görürəm onunla uyğundur bu. Deməli 80%-ə 128-dirsə, indi 20% X olanda bu da 4 dəfə 2-si olacaq 32. Aha. Deməli 32 qram olan, yəni kükürt. Deməli, bunun da kütləsi 32-dirsə, bizə deyir neytron və proton sayı bərabər olarsa, deməli bu X-in kütləsi 32-dir. Protonla neytron da bərabərsə, 32-ni 2-yə bölürük, 16 protonu, deməli, 16-da neytronu var. İndi 16-nı, yəni protonu paylaşdıraq, görək burada, yəni bunun dövrü, qrupu neçədir, onu təyin edək. 16-nı da biz paylaşdırarkən yazaraq 1S üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2, 3P üstü 4. Bu da olacaq 3-cü dövr.
2 ilə 4-ün cəmində qrupu qrupu göstərdi. 6-cı qrup, amma P elementidir. Yəni A yarım qrupu, əsas yarım qrup. 3-cü dövr 6-cı A yarım qrupu. Cavab olacaq D variantı. Dəqiqə. Biz neçənci suala baxdıq? 48, 49, 50. Deyirəm, 49-dan sonra 51 gəlməz. 50-ci sualda H-xlor və CO2 molekülləri üçün ümumi olan ifadələri müəyyən edin. Deməli, ümumi olan ifadələri soruşur. Xətti quruluşludur. Bəli, H-xlor da xətti quruluşludur. CO2 də xətti quruluşludur. CO2-də karbon sp birləşməyə malikdir. Sp olanlar ümumiyyətlə xəttidir. Deməli, bir doğrudur. Bir də ki, 2 elementdən ibarət olan birləşmələr xətti olur. Məsələn, H2, xlor 2, H-xlor, H-flor. Bunlar xəttidir. Sonra, deyir, polyardır. Polyar, deməli, H-xlor polyardır, amma CO2 qeyri-polyardır. Yəni, ikisinə də ümumi olmadı bu. 2 yanlışdır. Pi rabitə var, deyir, pi rabitəsi var. H-xlorda pi rabitəsi yoxdur, amma CO2-ni açıq şəkildə yazanda 2 dənə pi rabitə var burada. Biri solda, biri sağda. Yəni, aid olmadı hər ikisinə. Doğru cavab yalnız 1. A variantı. Birinci sual. Kalsiumun, natriumun, kalsiumun X, natriumun Y ilə əmələ gətirdiyi birləşmələrin formullarını müəyyən edin. X-in bir dənə qrupunu təyin eləyək. Bizə əsas onun qrupu lazımdır. Qrupunu necə təyin eləyərik? Elə xarici təbəqədəki elektronları saymaqla 3, 4, 5. Deməli, X 5-ci qrupdur. 5-ci qrup. Y-də 1, 2, 3, 4, 5, 6. 6-cı qrupdur. Onda kalsiumu yanına yazıram X. Kalsium 2 valentdir. X isə deməli 5-ci qrupdursa neçə valent olacaq? Yəni minimum neçə oksidaşmə dərəcəsi göstərir? Axı sağ tərəfdə duran element qrupun nömrəsindən 8-i çıxırıq, yerdə qalan oksidaşmə dərəcəsini, yəni minimumu göstərir. 5-dən 8-in çıxanda -3. Yəni valentlik də olar 3. Çarpaz yazsaq kalsium 3, X 2. Bu belə olacaq. Y-də natriumla birləşdirsək, natrium 1 valentlidir. Y-də 6-cı qrupdursa, 6-dan 8-in çıxanda -2. Yəni valentlik olacaq 2. Çarpaz yazanda natrium 2, Y. Bu da belə olar. Deməli, kalsium 3, X 2, natrium 2, Y. Cavab olacaq A variantı. 52-ci sual. Reaksiyaların sxemini əmsallaşdırın. Reaksiya əsasən 18 mol su alındıqda reduksiya edicinin verdiyi elektronlar mol sayını müəyyən edin. Bir dənə əmsallaşdıraq. Elektron balans üsulu ilə eləyək də. Deməli, yazaq reaksiyanı sol tərəfdən qeyd edirəm. NH3 üstə gəl O2 alınır N2 plus H2O. H2O. Yəni əzbər əmsalları bilirik. Sadəcə elə elektron balans üsulu ilə yazaq. Tam, yəni bizə onsuz da reduksiya edici, oksidaşdırıcı bunları da təyin eləməliyik də biz burada. Deməli, azot -3-dən gəlir 0-a, oksigen 0-dan -2-yə. Azotun indeksində 2 var, 2 nəzərə alacaq. Yazırıq 2 azot -3-dən 2 azot 0-a gələndə. Normalda çıx 3 yazardıq, amma 2 azot olduğuna görə çıx 6 elektron qeyd edirik. Oksigen də 0-dan -2-yə gələndə 2 oksigenimiz var. 2 oksigen 0-dan keçir 2 oksigen -2. Hər ikisində əslində 2 olduğuna görə bu 2 nəzərə almaya da bilərdik. Amma yəni alsaq daha yaxşı. İxtisar getsə də alaq. Deməli, burada da 0-dan -2-yə keçəndə üstəgəl 2 yazardıq. Amma 2 oksigen olduğuna görə üstəgəl 4 elektron. 4-ün qəbul eləyib. İndi qarşısına uyğun olaraq deməli 6, 4, 2 ixtisar gedəndə 3, 2, yerində dəyişəndə olacaq 2, 3. Deməli 2, 3. Yerimiz biraz dar oldu. 2, 3. 2-ni yazırıq azota. Hansı azota? İndeksində 2 nəzərə aldığımız. Buraya yazırıq 2. 3-ü də oksigenə. Hansı oksigen? Yenə 2 nəzərə aldığımız. 3 də bura. İndi sağ tərəfdə 4 azot var. NH3-ə 4 yazırıq. Sol tərəfdə 12 hidrogen var. Suya da 6 yazırıq. Artıq oksigen də düzəlir. Bərabərdir. İndi bizə deyir ki, reaksiya əsasən 18 mol su alındıqda. Bizdə su nə qədər alınıb? Suyun altından qeyd eləyək. Su 18, amma 6-ya vururuq. 6 vur 18. Kənarda 6 vur 18 yazsaq 60, 48, 108 qram su əmələ gəlibdir. Aha, deməli, bu da deyir 18 molla deyir bizə. Ehtiyac yox idi qramı çevirməyə, mol deyir. Onda yazıram 6 mol. Üstünə də 18 mol.
Hə, indi normalda 6 mol müsamerə gəlir reaksiyamızdan deyir 18 mol alındıqda reduksiya edicinin verdiyi elektronların mol sayını müəyyən edin. Reduksiya edici hansıdır? Reduksiya edici oksidləşən, yəni azot. Mənfi 3-dən 0-a keçir. Azot nə qədər elektron veribdir? Deməli, normalda bir dənə azot 3-ün verirsə, bizim də neçə azotumuz var? Prosesə əsasən baxsaz deyirsiniz ki, hə, yəqin 6 elektron verilib. Axı, burada 2 azot 6-sını verib. Cəmi bizim 4 azotumuz var. Opşi birləşmə. Solda da baxsaq 4, sağdan da baxsaq 4-dür. Yəni, 4 azot keçib 0-a. Onda belə deyək də, 2 azot 6-sını veribsə, 4 azot 12-sini verib. Ya da belə deyək, 1 azot 3 elektron veribsə, 4 azot yenə 4 üçün 12-sini verib. Yəni, bu reaksiyada 12 elektron verilib. Onda belə bir tənasüb quraq ki, 6 mol su alınanda, 12 mol elektron verilibdirsə, 12 elektron. 18 mol su alınanda da neçə elektron verirlər? X də bərabərdir. Buna X qoyuruq. X də bərabərdir. Deməli, ixtisar gedəndə 1, 3. 3 dəfə 12-nin 36. Deməli, cavab olacaq B variantı. Keçək 53-cü suala. H2SON molekulunda X-in oksidaşma dərəcəsi müsbət 7 olarsa, deməli, H2SON-də X müsbət 7-dir. X müsbət 7-dirsə, bax, buradan təzdən yazıram. H2SON. X müsbət 7-dirsə, oksigenlə mənfi 2-dir, hidrogenlə müsbət 1-dir. Hər birinin oksidaşma dərəcəsini indekslərinə vurub toplayıb 0-a bərabərləyəndə buradan n çıxacaq ortaya. Hidrogenlə 1-dir, indeksinə 1-ə vuranda 1, üstə gəlir. X-inki 7-dir, indeksinə 1-ə vuranda 7, mənfi 2-də n-ə vuranda elə mənfi 2n bərabərdir 0-a. Buradan 2n bərabərdir 8-ə, n də bərabərdir 4-ə. Deməli, H2SO 4-dürmüş. Formul, yəni H2SO 4-dürmüş. İndi deyək ki, rabitələrin ümumi sayını müəyyən edin. Molekulda rabitələrin ümumi sayını müəyyən edin. Rabitələrin də ümumi sayı H2SO 4-də necə olacaq? Biz bunu açıq şəkildə yazarıq. H birləşir oksigenə, o da X-ə, qaldı 3 dənə oksigen. 2 qatla, onlar da X-ə birləşir. 2, 4, 6, 7, 8. 8 dənə deməli burada rabitə var. Ümumilikdə soruşur da. Sigma desə, məsələn, 3 dənəni çıxar, 5 dənə deyərdik. Amma ümumi rabitə, ya da ümumi rabitənin başqa bir yolu da var da. Yəni, açıq şəkildə yazmayıb, qapalı da tapa bilərik. Oksigen valentliyi 2-dir də. Valentliyin vururuq sayına. 2-ni vururuq 4-ə. Oradan da tapa bilərik burada. 8 dənə rabitə var. Yəni, bir sözdən cavabımız olacaq 8. 54-cü sual. 3 valentli metalın oksigen ilə reaksiyası zamanı reaksiya məhsulunun əmələ gəlmə istiliyi 1620 kilojol olarsa, reaksiya istilik effektini müəyyən edin. Deməli, əmələ gəlmə istiliyi 1620-dir. Reaksiyanın istilik effektində soruşur. İndi biz 3 valentli metalın oksigen ilə reaksiyasıdır. Reaksiyanı yazaq. Deməli, X üstə gəl O2 alınır. 3 valentli olduğuna görə X2 O3. Əmsallaşdıranda 2, bura 3, burada 4. Və istilik effektinə bilmirik. Üstə gəl Q. Əmələ gəlmə istiliyi 1620 o deməkdir ki, deməli, istilik effektinin Q-nün, kənarda yazıram, Q-nün əmələ gələn maddənin əmsalına, yəni X2 O3-ün əmsalı, yəni 2-yə bölünmüşü 1620-dir. Buradan da deməli Q bərabərdir 2 vurulsun 1620. Yəni, bu neçə eləyəcək? 3240. Deməli, bu qədərdir istilik effekti. Elə reaksiya istilik effektindir, müəyyəndir. Cavabımız olacaq 3240. Soruşduğu budur. Yəni, biz bunun üçün reaksiyaya görə yazaq ki, əmələ gələn maddəmizin əmsalını bilək. Əmsalını biləndən sonra artıq tapmaq asandır. 55-ci sual. Deyir, qarışıqlar və onların ayrılma suları haqqında doğru verilmiş ifadələri müəyyən edin. Deyir, Y-in, indi bu qabın içində də, burada da Y var. Oradakı Y-dir, yəni bu X-dir, bu da Z-dir. Deyir, Y-in qaynama temperaturu X-in qaynama temperaturundan azdır. Bəli, bu doğrudur. Çünki bu distillə qurusudur.
Distillədir. Yəni burada məsələn su ilə spirtin ayrılmasıdır. Deyək, spirtin qaynama temperaturu aşağıda deyirdik, spirt birinci ayrılır, bu qabda toplanır, təkrar kondensləşərək toplanır. Yəni bu Y burada birinci ilk ayrılan maddədir, qaynama temperaturu aşağıda, yəni X-dən. Ona görə bir doğrudur. Z-in sıxlığı X-in sıxlığından böyükdür. Z-in sıxlığı X-in sıxlığından böyük olsaydı Z aşağıda olardı. Yəni elə tökülən Z olardı, belə deyək. Axı Z üstdədir, sıxlıq azdır, işi yanlışdır. X-Y qarışığının ayrılması maddələrin sıxlığının fərqliliyinə əsaslanır. X-Y qarışığının ayrılması deyir. X-Y, X, məsəl üçün, indi buradan düşünərik ki, bu Z ilə X-in ayrılması ayrıcı qıfdırsa, X burada su olar, Y-də indi spirt kimi təsəvvür eləsək, su ilə də spirti deyir, maddələrin sıxlıq fərqinə görə. Xeyr, bu yanlışdır. Sıxlıq fərqinə görə yox, bu qaynama temperaturuna əsaslanır. Bu yanlışdır. Sonra X və Z-i bərabər kütlədə götürdükdə, X və Z-i bərabər kütlədə götürdükdə, X-in həcmi Z-in həcmindən az olur. X-lə Z-i, deməli, məsəl üçün düşünək ki, X su, Z-də yox. Bunları bərabər kütlədə götürəndə, bərabər kütlədə, X-in həcmi, X, yəni suyun həcmi Z-in həcmindən az olur. Axı, burada sıxlıq fərqlərinə görə dedik ki, X-in sıxlığı çoxdur. X-in sıxlığı çoxdursa, Z-in sıxlığından, bunları bərabər kütlədə götürəndə, həqiqətən X-in həcmi Z-in həcmindən az olar. Yəni, əksinə olar da. Bərabər kütlədə götürəndə, axı, azdan çox, çoxdan az götürür. Yəni, o baxımdan, əgər X-in sıxlığı Z-dən çoxdursa, bunlar eyni kütlədə götürəndə, bu dəfə Z-in həcmi X-in həcmindən böyük olar. Yəni, X-in həcmi Z-in həcmindən kiçik olar. Bəli, bu ifadə doğru ifadədir. Deməli, doğru cavab 1, 4. 56-cı sualdadır. Maddələr X, bir də kükürdür. Reaksiya daxil olan kütləsi 2M, bir də alınan XS-in kütləsini verib 4,8. Deməli, reaksiyanı yazırıq. X-in üzərinə S gələndə alınır XS. Əmsalada ehtiyac yoxdur. 2M X-in üzərinə qeyd eləyək. M-i də kükürdün. Alınan kütlədə 4,8-dir. Birinci, ilk növbədə biz maddə kütləsinin saxlama qanunu istifadə edib M-i tapacağıq. Yəni, sol tərəfin cəmi, yəni 2M-lə M-in cəmi sağ tərəfə, yəni 4,8-ə bərabər olmalıdır. Yəni, 3M bərabərdir 4,8-ə. M də bərabərdir 1,6-ya. M 1,6-dır, silirəm, yazıram 1,6. 2M-i də silirəm, 2-ni 1,6-ya vuranda 3,2. Altından düşürdün ki, 32. X-inci də X. İndi buradan tənasübdən X-i taparıq. X də bərabərdir. Deməli, 3,2-ni vururuq. 32-yə bölürük 1,6-ya. Buradan da vergülləri atsaq. 2, bu da eləyəcək 64. Bərabərdir 64. Deməli, X-in ispatının kütləsi 64 olar. 57-ci sualdadır, uyğunluğu müəyyən edin. Deməli, 1 qram hidrogen həm litr, həm mol, həm də molekul verib. Qarışıqdır. Yəni, bir-bir görək hansı-hansına uyğundur, uyğunlaşdırmalıyıq biz burada. Deməli, 1 qram hidrogen. Yəni, əvvəlcə molla qarşısına qeyd eləsə, 0,5 mol deməkdir bu. CH4 normalda emeri 16-dırsa, 24-ü 16-ya böləndə 1,5 mol da budur. Sonra 3 yana atomu olan H-xlor. Hamısı mola çevirir, sonra uyğunlaşdırarıq. H-xlorda normalda 2 atom var. 2 atom olanda 1 mol olur. Yəni 2 Na deyək. Na-nı da yanına qoşaq. Bəs 3 Na qədər atom olanda neçə mol olar? X. X də olacaq 1,5. 1,5 mol. H-xlorda 1,5 mol oldu. Sonra 2 Na atom olan fluor-2. Elə bu 1 moldur. Çünki 1 mol fluor-2 də 2 atom var. 2 Na qədər. Sonra CH2-nin emiri 26-dır. Bu da 13 qram CH2 deyir. Yəni 26-nın yarısı da 13. Deməli 1 mol yox. Bu da 0,5 moldur. İndi 0,5 mol olanlar 11,2 litrə uyğun gələcək. Yəni 1-ə həm A, həm də Y olacaq. A, Y. Sonra 1,5 mol deyəndə elə 1,5 mol olanları götürək. Yəni B-ni, C-ni. 2-ə B, də C. Na sayda molekul. Na sayda molekul 1 mol deməkdir. Yəni burada 3-ə hansı uyğun gələcək? Na sayda molekul, yəni 1 mol Na'dır da. 1 mol olan D variantı. Bu da olacaq D. Keçək situasiyaya. Deyir,
reaksiyada bax qrafiki verib. Reaksiyada iştirak edən maddələrin zamanı asılı qrafiki verilmişdir. Burada bir dənə təyin edir reaksiya girənlər, alınan məhsul. Deməli x-dən y girir. Reaksiya tənliyi belə olacaq. X üstə gəl y alınır z. Z məhsulu da sıfırdan qalxır. Və bu qatılıqlar başlansın, son çıxaq əmsal şəklində bir dənə qeyd eləyək. X 2,4-dən 2-ni çıxırıq. Olacaq 0,4. Elə yazıram bura 0,4. Y deməli 1,6-dan gəlib 0,4-ə. 1,6-dan 0,4-ün çıxırıq. Eləyəcək 1,2. 1,2. Z də əmələ gəlib 0,8. Buna da yazıram 0,8. İndi bu şəkildə əmsal yaza bilmərik də. Biz bunu tam ədədə çevirməliyik. Hər birin elə 10-a vuraq, elə bir ki, vergül ataq. 4, 12, 8 belə təsəvvür eləyək. Sonra da 4-ə ixtisar aparaq. Ona bir dənə x qalacaq. 12-ni 4-ə 3y, 8-i 4-ə 2z. Belə. Artıq bu tənliyi əldə edərik. İndi bizə deyir, reaksiyanın tənliyini tərtib edin və əmsallaşdırın. Bəli, artıq biz 58-ci sualın cavabı olaraq, buraya yazıram 58. Yəni bu tənliyi tərtib elədik, əmsalladı hazırdır. Yəni bütün maddələrin əmsalları cəmini müəyyən edin. Bütün maddələrin əmsalları cəmi deməli olacaq 1 mol x var, 3 mol y var, 2 mol da z var. Cəmi olacaq 6. Bütün maddələrin əmsalları cəmdir. Cavab olacaq 6. Sonra keçək 59-cu suala. Deyir, reaksiya aparılan qabın həcmi 1 litr olarsa, reaksiyanın y və z maddələrinə görə sürətini hesablayın. Qabın həcmi 1 litr olarsa, y və z maddələrinə görə sürətini hesablayın. Əvvəlcə baxaq y-ə. Y-ə görə sürət. Deməli, y-in qatılıq dəyişməsi nə qədər oldu? 1,6-dan 0,4-ə gəlib. Yəni, delta C bərabərdir 1,6 çıxılsın 0,4. Yəni, 1,2. İndi y-ə görə sürət tapanda olacaq v, y bərabərdir. Delta C bölünsün delta tau. Yəni, delta C-ni tapdıq, 1,2 bölünsün. Tau da zamanda 20-dir. 20 bərabərdir 0,6. Bu y-ə görə sürətdir. Bunu tapdıq. İndi z maddəsinə görə sürət. Həcmdə 1 litrdir. Yəni burada həcmə ehtiyac yoxdur. Onsuz da mol deyil ki, bu qatılıqdır. Burada həcmə ehtiyac yoxdur. İndi z-ə görə sürət tapsaq. Z-in qatılıq dəyişməsi elə 0,8-dir. Cəmi yəni deltası elə 0,8-dir. Deməli v z bərabər 0,8-i bölürük 20-yə zamana, delta tauya. Bu da eləyəcək 0,4. Bu da belə, bu da z-in sürəti. Yəni bu 59-cu sualın cavabları idi. 60-da deyir, tarazı sabitinin qiymətini tapın. Deməli bu tənlik lövhədə sol tərəfdə var da. Bir dənə ikinci bunun belə deyək, tarazı sabitinin riyazi ifadəsini quraq. KT nəyə bərabərdir? Sürətdə z-in kvadratı, məxrəcdə x-in qatılığı vurulsun, y-in kubu. Belə, indi bunların tarazlıq qiymətlərini qoyaq burada yerinə. Deməli, bərabər olacaq z-in kvadratı. Z nəticədir tarazlıq qiyməti. Qrafikdən görürük ki, 0,8-dir. Sürətdə 0,8-in kvadratı olacaq. Elə açıq şəkil, belə yazıram 0,8-in kvadratı. Hamısını bir dənə yazaq. X-imiz nə qədər? Tarazlıq qiymətləri ancaq sabit olan hissələrdə, yəni o hissələrə baxırıq. X-inki neçədir? 2-dir. 2-nin özü olacaq elə məxrəcdə vurulsun. Y neçədir? Y-imiz də 0,4-dür. Bu da olacaq məxrəcdə. 0,4-ün kubu. Bunda 4-ün kubu. Biraz sadələşdirək burada. Bərabər 0,8-in kvadratı 0,64. 2 vurulsun. 0,4-ün də kubu. 0,4-ü 0,4-ə vuranda 0,16. Bir dənə də 0,4-ə vursaq 0,64 eləyər səhv eləmirəmsə 0,64. Və deməli, bunlar da ixtisar geçsələr, elə bir ki, 1000-ə vursaq, 64 və 640. 10 qalar, onu da 2-yə böləndə 5 qalar. Bu eləyəcək 5. Deməli, sürət və məxrəci 1000-ə vursaq, sürətdə 64, məxrəcdə, daha doğrusu sürətdə 640, o açıq şəkildə yazın. Sürətdə 640, məxrəcdə 2 vurulsun, 64. İndi 640-dan 64 gedir. Sürətdə 10, məxrəcdə 2. Bu da eləyir 5. Deməli, axırıncı sualımızın cavabı tarazlıq sabitinin qiyməti də olur 5.